Maaşımız özümüzü ödəmir. Uşaqları nətər ödəsin? Uşaqlar kim üçün böyüyür? Vətən üçün. 44 günlük müharibədə kimlər can verdi? Övladlarımız. İndi onların təhsil alması üçün yaxşı versələr elə bir ki, onun dəftərinə, qələminə, karandaşına, kitabına biraz kömək olar da. Bir dəfəlik sosial müavinətlər verilir. Bunların heç bir xalqa heç bir xeyri yoxdur. Çünki onlar əllə-əlləyə məmurların cibinə axır. Onu dayandırıb uşaq puluna versələr o vəsaiti, büdcədən ayrılan pulu, və uşaq puluna versələr daha yaxşı olar. Ölkəmizdə ehtiyac çoxdur uşaq puluna. Uşaqlarımızın sayı çox. Problemlər də günü-gündən artır. Valideynlərə, bütün əhaliyə yüngülük olsun. Yəni kömək lazımdır. Dəstək lazımdır. Çünki hər bir şey çətin. Uşaq böyütmək, təhsil, geyimi. Ehtiyac yoxdur. Yaxşı yaşayırsınız. Bəs çətin yaşayanlar üçün sizcə lazım deyil? Bunlar ehtiyac olar yəqin ki. Bəs dövlət niyə təmin etmir? Dövlət özü bilər də indi hasansa yəqin ki təmin eləyər. Yəni biz neft ölkəsiyik, dövlət təmin etməməlidir. Prezidentimizin canı sağ olsun. Dövlətin bu boyda gəlirləri var, nəyi var? Cəmaata heç bir köməklik eləmirlər. Məsul qurumlara nə demək istəyirsiniz? Nə deyərəm? Deyərəm ki, ancaq uşaq pulu versinlər, iş yer açsınlar, cəmaata nə bilim rifahı yaxşılaşdırsınlar və salamlar. Bundan başqa nə deyə bilərəm? Kiçik uşağıdır, oxumağı var, çatda bilmirəm, özüm taksi işləyirəm. Özüm Qarabağ veçanıyam. Mən deməm, mən gəlin dağ başına otuzdum. Mənə sən bir ağ günə çıxan bir, demək ki, mənə gəlib 100 min cimə pul bas. Sonra bir çörək pul çıxsın da, bir imkan dərəcəsində, bir hər şey bahalı bir dəqiqə. Dükana girmək olmur. Vallahi mən eləyim yaxşı, girib oğurluq eləyim. Olmur axı, bu yaşda dolanmaq lazım. İndi Allah şu sərvətimiz var, hər şeyimiz var. Bunu yəni eləmək olar. Dövlətə demək istədim ki, bu uşaq pulu versinlər də. Bir də ki, Qarabağ versanlara 80 manatdır. Sonra biraz bunu qaldırsınlar, eləsinlər 150 manat. Deməm ki, mənə gəl 1000 manat cibimə pul bas. Sonra bunu babat elədə 80 manat mənə harama bəs edir. Mən əziyyət çəkmişəm 4 ildir. 4 il mən əskərdə olmuşam. Maddən sonra qalmışam. Gəl mənə kompensasiya vermədi əslində mənə hökumət. Ki, mənə saxlamışam orada 4 il. Nə danışım, nə deyim? Yuxarıda oturanın savadı yoxdur ki, o bilmir ki, cəmaata uşaq pulu verilməlidir. O küçədə uşaq ağlayır, şəxsən adam ürək ağlayır ki, onun anası onu hissədə ala bilmir. Niyə? Onu uşaq pulu verirsə, and olsun adam ürəyi ağlayır. Adam baxır, deyirsən ki, bax, onun uşaq pulu verirsə, anası ona ürəyin istədiyini alar axır. Sən dükanda bir şeydir, görürəm də dururuq, işləyirik, baxırıq. Uşaq görsən dartınır, oradan onu ana ala bilmir, adam xəcələt çəkir. Böyükdə xəcələt çəkir, uşaq da xəcələt çəkir. Allah, burada kimizə durub nəyəsə, müəllim, onda onlar bir sabat yığılıblar da ora. Belə deyil axı, görə indi nədir, haqq nədir o verilməlidir. Onlar nəvələri hel olsa qəbul eləyərlər, yox. Prosto burada hamısı bir savadlıqdandır, mən ayrı şey demirəm, savadsızlıqdan, Allah haqqı. Ayrı hesab. Burasından yapışacaqlar, 20 kelimanat burunlarına töküləcək. Həmçin o yuxarıda oturan var, o uşaq pulun ki vermir, bu boyda haqq hesabına. Onlar bir savaddır. Onlar vermək istəmir. Onlar vermir. Bunlar bir savadlı olan savad olsa dəyərə bu uşaq, o uşağın haqqı var, o verilməlidir. Savad yoxdur və yaxud da ki, istəmirlər vermək ki, bu elə zülüm çəksinlər. Ayrı hesab. Uşaq lazımdır. Uşaqlara kömək lazımdır. İndi valideynlərin çoxsu işləyir, işləmir. Ona görə kömək lazımdır. Uşaq puluna ehtiyacımız vardır. Uşaqlar üçün bağça pulu lazımdır. Məktəbdə istəyirlər, görürsən, lazım olur fond pulu. Eyni başlarına lazım olur. Niyə hər kimə lazımdır uşaq pulu? Çatdıramıram. Nə qədər pensiya verirəm, valla çatdıramıram. Qaz, işıq, su, günü-günə hər şey bahalaşır. Valla belə bir şey olar. Mən dərmənimi alamıram, şəkərəm, ala bilmirəm. Qalmışam müalicəsiz də Allah'ın olsun. Ölüb gedirəm. Nə var? Çətindir, necə nə deyim? Vəziyyət pisdir, işte. Nə deyim? Maddi vəziyyət pisdir. Mən pensioner adamım, pulu çatmır da. Pensiya lap balacadır da, pul azdır da. Ona görə necə lazımdır keçirə bilmirəm. Necə düzü çatır, hələ keçirdirəm. Çox çətindir. Çox çətin. Maaşlar az deyil. Məhsullar bahadır.
İş yerləri yox, cəmaət işə gedə bilmir, zavod, fabrik yox, harda işləsin? Cavanlar evlənirlər, evsiz, eşiksiz, ona görə də ayrılmalar da çoxdur. Ondan sonra dolanmaq da dəhşət çətin olur, çox dəhşət çətin olur, hədsiz. Pensiyaları vermirlər, pensiyaları kəsiblər, süründürmələr var, insanlar sürünürlər. Ondan sonra dokument işinə, kağız işinə, onu gətir, bunu get, ora get, buraya get, hamısını da yığırsan, aparırsan, yenə də pensiyanı vermirlər. Ona görə də acınacaqlı vəziyyətdir bu saat ölkəmizdə. Dəhşət dərəcədə də hər gün də yeməklər, produktlar hər gün qalxır, hər gün. Obalarda, araz marketlərdə, hər yerdə, bütün dükanlarda hər gün 10 qəpik, 20 qəpik, 30 qəpik hər gün produktlar qalxır. Camaat özü gülmür, maddi durum yoxdur. Mən özüm 3 il çatmayıb mənə girin 5 il mənə sosial müdafiə verirlər. İndi qalxıb, əvvəl 130 manat, 180 manat oldu, sonra 220 manat. Bununla nə yemək olar? Mənim sıxıb dərman, mənim qaracığım qalxırıyıb, ürəyim ağrıyıb, xəstəyəm, şəkərim var, davlenim var. Mən onunla necə dolanıram? Mən maşınlara baxıram, 1-2 manata baxıram, mən qurban sana. Nə eləməliyim? 67 yaşım, bir aydan sonra 67 yaşım olacaq. Nəyə görə? Nökür. Nə qədər olar? Milyardlarla yeyirlər, biz qoymuşduq ortada. Mən Mehribanı qovmuyam. Püstə xanım nənəsinin əmsi nənəsiyim, oturmuşum burada. Bu belə olacaq. 10 milyon əhali. 10 milyonu yola verməyəndən sonra, hər şey bizdə olandan sonra qarşıla gülürlər, hamısı. 150 milyon, 200 milyon falan da sməkana, hər şey bizdə var, malsız var, qaz var, işıq var, falan da bəsmək, işıqdan çıxırlar, qaldırırlar gündən günə. Hə? Peki düz demirəm? Maaşlar o qədər azdır ki, insanlar qane ola bilmirlər. Qane olmaq bir yanı, yəni bayramlı bir gün ildə bir dəfə, 2 dəfə bayram olur, vacib bayramlarımız, Novruz bayramı, Ramazan bayramı, onları ailəsini başına toplayıb, yəni bir süfrə, bir plovu pişirməyə o qədər bahaçılıqdır ki, alıb onu bazarlığını eləyib evində otura bilmir yəni. Nə baxalım var, nə bir şey, nə pensiya alam, nə maaş alam, heç nə. Oturmuşam, sigareti gələm, dükkandan götürmüşəm, bir qonşudan sigaret aldı görüm. Bu nə dövlətdir? İnsanlar da mən kimi. Hamısı bir də acından ölür, hamısı. Kimin neyi bayrama görə, kimin neyi varsa yığır 5 manat, 3 manat. Gedik biraz qoca, əvvəl yarım kilo alırsa, indi 200 gram alır. Ki evdən iş çıxsın. Başqa insanım. İnsanlar batıb gedir, Azərbaycan batıb gedir. Hər şey bizdə. Neftimiz də var, qazımız da var. Niyə belə edirlər bilmirik. Çətin, çox çətin. Durum belədir də. Pul az, maaş az, tələbat çox. İşıq pulu, qaz pulu, su pulu heç onlara çatdıra bilmirik. Maddi imkan deyəndə bir dəqiqə Azərbaycan əhalisinin 70%-i, yəni 60-70% aralığında, yəni bayramı, yəni gündəlik pulu varsa, yəni belə keçirdir. Yəni sırf Novruz gəldi, yeni il gəldi, o gəldi, bu gəldi. Yəni o bayram biraz çətin məsələ. Çünki dolanışacaq çox zəifdir, çox zəif. İndi 30%-də, 40%-də biraz imkanı yaxşıdırsa, yaxşı işə işləyirsə, maaş alırsa, hə, o başqa məsələ. Amma günəmuz işləyən insanlar var. Yəni onlar üçün bayram keçmək çətin məsələ. Plus bu insan ailəlidirsə və bunun evdə övladı varsa, o daha da biraz çətin məsələdir. Çünki nəyə görə? Yəni ən azından övladını sevindirməlidir. Yəni ailəsinə görə evə nəsə alıb aparmalıdır. İndi subay insanlar da çoxdur. Yəni ailə qurmağın özü də bir çətinlikdir hal-hazırda. Çünki ən azı toy eləmək üçün bu dəqiqə 15.000 pul lazımdır. Yəni ən azından. Yəni evləndiyi günün sabahısından sən başlayırsan, yəni o tonu xoşbəxtliyi yaşamağa yox. Banka necə o pulu qaytaracam, yəni onu düşünürsən. Çox çətin. Çox vallahi mən deyirəm hələ öz adımdan demirəm, yəni ki gördüyüm insanları, girib çıxdığım evlərdən görürəm ki, çox çətinlik çəkir.